Dəyərli izləyicilərimiz, şəxsi mülk 6 sot torpaq sahəsində satışa çıxarılıb. Evimizin üstünlükləri say bitməz. İstər həyətyanı sahəsinin genişliyi, istər evin şəxsi tikili olmağı və bundan da üstünlüyü isə yerləşmə yeri idealdır. Həqiqətən ideal bir yerdir. Hansı ki, bu ərazidə ev axtaran müştərilər ancaq bu məhəllədə ev istəyir. Yəni, o qədər ideal bir yerdir. Bura evimizin arxa tərəfidir. Baxın, görürsünüz, bura evimizin arxa tərəfidir. Əsas ön girişi o hissədədir. Ev ortada tikilib. Hovuzu, gördüyünüz kimi, toyuq saxlamaq üçün hini, meyvə verən ağacları və baxın, burada göstərim sizə. Burada sanitar qovşağıdır. Bu hissədə. Görürsünüz? Haradasa 2 metr hündürlüyündə. Qaz xətti, hər bir şey çəkilibdir. Mətbəx kimi istifadə olunur və burada bir otağımız var. İstər qiyməti açıqlayımsa, dəyərli izləyicilərimiz, evin əsas, belə deyim də, yaşayış sahəsinə keçək göstərimsə, qiymət 170.000 manatla təklif olunur, endirim olunacaq. Bax, bu hissəyə rahatlıqla 3-4 avtomobil daxil etmək olar. Evimizə gələn əsas giriş qapısı, yəni evimizə daxil olmaq üçün bu giriş qapısından istifadə olunur. Şəxsi evdir, illərin oturuşmuş bir evidir. Keçək evimizin əsas ikinci mərtəbəsi yaşayış sahəsini göstərim. Deməli, dəyərli izləyicilərimiz, baxın, burada belə bir geniş terası var və burada belə bir dəhliz, hamam otağı və sanitar qovşaq bu hissədə yerləşir. Tam təchizat, bütün aksesuarlar quraşdırılıb. Evdə hal-hazırda yaşayış var və gördüyünüz kimi sanitar qovşaq. Keçək evimizin digər otaqları ilə sizə tanış edim. Evimizin çox belə bir gözəl, geniş qonaq otağı və otaqlar isə bu qonaq otağından bölünür. Dəyərli izləyicilərimiz, evimizin yerləşmə yeri, deməli, şəhərdən gəldikdə Xırdalan dairəsini keçdikdə Masazır dairəsinə çatmamış Azərcity supermarket var. Həmin o supermarketin arxa tərəfində əsas Bakı-Sumqayıt şosesi ilə məsafəsi haradasa olar 300 metr. Baxın, belə bir şəxsi mülkdür. Sənəd yoxdur, kommunallardır, qazı, suyu, işığı, mərkəzi kanalizasiya, 6 sot torpaq sahəsində 20-nin 30-a ölçüsündə olan torpaq sahəsində tikilib. Şəxsi ev olduğu üçün bütün pəncərələr, gün görən pəncərələr və qoşadaş inşa edilib. Keçək mətbəx hissə göstərim, dəyərli izləyicilərimiz. Və sonda olaraq evimizin, baxın, mətbəxini göstərim ki, mətbəx çəkilişə başladığım birinci hissədən, yəni gördüyünüz, baxın, bu bağ hissəsinə baxır. Deməli, ümumi məlumatı bir daha nəzərinizə çatdırım. 6 sot torpaq sahəsində şəxsi mülkdür. Bakı-Sumqayıt şosesi ilə 300 metr məsafədə Xırdalan dairəsini keçdikdən sonra Masazır dairəsinə çatmamış Azərcity supermarketin arxa tərəfində Bakı-Sumqayıt yolu ilə 300 metr məsafədə kommunalları, qazı, suyu, işığı hər birisi var. Qiymət 170.000 təklif olunur, endirim olunacaq. Ətraflı məlumat üçün aşağıda qeyd olunan 070 330 90 nömrəmizlə əlaqə saxlaya bilərsiniz.